sevdiğinci tərəfi odur ki, mən nə var onu danışım, onu deyil. Nə söhbətimiz olur, necə olur bu ümumiyyətcə. Yəni, mən istənilən təkcə Azərbaycan, ümumiyyətcə istənilən futbolçunun yanındayım arxasında. Yəni, bugünə ki, olmuyor ki, hansısa bir futbolçunun və deyək də, futbolçunun inkişafını düşünmüyor, daha yaxşı olmasını düşünmüyor və yaxud onun yaşam tərzini düşünmüyor və yaxud onun gələcəyini düşünmüyor. Bugünə ki, belə hal, ən zəif oynayan futbolçu belə, hətta ola bilər ilərisində bir dəfə, iki dəfə, üç dəfə meydana çıxan futbolçunu belə mən gələcəyini düşünmüşəm, oyunu danışmışam, söhbət edmişəm. Mən yenə bir məşqi kimi, yəni, bir səbəb olaraq bunu atıram ortaya. Sadəcə futbolçuların, insanların bir müəyyən yaş qeydət olur, müəyyən o daha popülər olan vaxtlar olur. Orada gəlir futbolçu insan daha möhkəm olmalı, daha xarakterli olmalıdır. Yəni, axır vaxtlar dediyim kimi, həm təkliflər hansıdır futbolçulara, həm ümumi yəni elini göstərdiyindən danışaq, o burada olsun, burada olma, orada olma, o çağırsın, bu çağırsın, o veriliş, yəni belə həddindən çox danışılır və Çempionlar Liqasında turnuvası oldu, yaxşı asistlər verdi. Yəni, mən ümumiyyətlə futbolçulara çatdırıram ki, fərqi yox, idmançı olsun, istənilən idmançı olsun. Yəni, bir oyun və yaxud bir oyun bu demək deyil ki, sənin missiyanı tamamlandı. Yəni, burada bu klubdur, Qarabağ klubudur, burada görüşdürsən, bir oyun, iki oyun dursan, bir xasını mani olur sənin nəticədə və yaxud bir məqubə sənin nəticədə mani olur. Yəni, bu demək deyil ki, mən iki oyun yaxşı oynamışım və yaxud Çempionlar Liqasında mən üç oyun ən yaxşı olmuşam, beşinci oyunu mən gələm, vacib anda mən ən zəiflərdən olum. Vacib anda mən insansızlıq edeyim. Bağışlama söhbətinə gəldikdə, mən belə hələ ki, proses gedib davam edir. Amma mən yenə deyirəm ki, bəzən mən həmişə futbolçularına deyirəm ki, digər klublar məni düzgün başa düşərlər. Bəlkə başqa ad, bəlkə klubda hansısa bir nəsə götürmək olar. Həm legəndini bildirmişəm, həm öz futbolçularına bildirmişəm. Amma bu adı Qarabağsa, burada biz istəyirəm bilmərik. Bir dəfə, iki dəfə, üç dəfə. Biz hər bir futbolçunu çalışmalıyıq ki, oyunda tam hafif olmalı, hazırlamağa çıxartmalı. Bugün biraz elə nüanslar var ki, gəlmə olunur, yəni bu klub daxili bir şeydir, cəzalanıb, klub daxili bir şeydir. Bu, hər bir hal dediyi kimi, fərqi yoxdur. Yəni, istər Qarabağ olsun, istər digər klublarda olsun. Yəni, futbol elə bir oyun ki, burada stabil olmaq lazımdır. Yəni, burada mən 15-20 qol vurmuşam və ya 30 qol vurmuşam, həmdən əşdə 2 oyun, 3 qol vurmaya bilərəm. Yəni, burada xal fərqi 2 xal, 3 xal, 1 xal tutsan, elə bir oyunda və sonda günahkar kim olur? Əlbəttə, məşqiyə təşkil edir. Hər bir halda mən onların uğurunu, onların əziyyətini mən yerə vura bilmərəm. Mən onların daimi yanında olmuşam, daimi onların etdiklərini, özlərini də demişəm, yaxınlarına demişəm ki, görüşəndə və ümumi iclaslarda bildirmişəm ki, siz həqiqətən məsələn, keçən ki, bu məğlubiyyəti belə deyək də, mənim narahat olduğum nədir? Onlar o Çempionlar Liqasındakı uğuru düşərək çempionatı bizləri yola verməliyik. Yəni, biz məğlub olsaq da belə, mən oyuna razı qalmalıyım. Məsələn, bugün mən oyuna razı qalmalıyım. Əvvəlki oyunlarda, baxmayaraq rəqibin, məsələn, 10 nəfər oynayırdı, amma oyuna razı qalmalıyım. Amma əvvəlki oyunlar, hansı klub 2-2, bir qədər 3-3, daha məğlub olardı oyunu, mən oyuna razı qalmışdım. Transformalar var idi, mən futbolçuları belə deyək, hazırlığını bilərək, onların o yorumculuğunu, onların o çempionat köklənməyi bilmədiyini bilərək mən daha belə deyək, pisini görür, amma daha yaxşısını görmüşdüm. Bugün biraz vaxtı geçmişdir, bu oyunda biraz yaxşı 4-5 məşq etmişdi komanda, sanki belə pisdir görünür.
bəlkə daha deyək də, daha da incələməliyəm oyuncuların ümumiyyətcə, həm yaşam tərzini, həm belə hər tərəfli